Kəbənin qapısı. Rəhmətə açılan qapı. Kəbənin qapısı həm tarixi, həm də mənəvi baxımdan böyük əhəmiyyətə malikdir. Bu qapı təkcə fiziki bir giriş deyil, Allahın evinə, onun rəhmətinə və bağışlanmasına açılan müqəddəs bir rəmzdir. Rəvayətə görə Həzrəti Fatimə binti Əsəd Kəbənin qapısının qarşısında dua etdikdən sonra divar yarıldı və o içəri daxil olub Həzrəti Əlini orada dünyaya gətirdi. İmam Əli əleyhissalam buyurur, Kəbənin qapısının qarşısında dua edən kəsin duası qəbul olar. İmam Cəfər Sadiq əleyhissalam belə buyurur, Kəbənin qapısının qarşısında dayanıb dua edin, çünki orada dua qəbul olunur. Bu səbəbdən milyonlarla insan illər boyu həmin qapının qarşısında dua edib, tövbə edib, göz yaşları içində rəhmət diləyir. Kəbənin qapısı Kəbənin şərq tərəfində yerləşir və yer səviyyəsindən 2 metr 22 sm yüksəklikdədir. Qapının uzunluğu 3 metr 18 sm, eni isə 1 metr 70 sm, dərinliyi isə təxminən 50 sm-dir. Tarix boyu bu qapı dəfələrlə dəyişdirilmişdi. İslamın əvvəllərində qapı sadə taxtadan idi. Hicri 64-cü ildə Həccac ibn Yusif onu yenilədi. Daha sonra Əbbasilər, Məmluklar və Osmanlılar dövründə müxtəlif dəyişikliklər edildi. 1984-cü ildə Kral Əbdüləziz Əl-Saudun göstərişi ilə yeni bir qapı hazırlandı. Daha sonra 2019-cu ildə Kral Xalid bin Əbdüləziz tərəfindən təxminən 280 kiloqram saf qızıldan indiki qapı düzəldildi. Bu möhtəşəm qızıl qapının üzərində Qurandan ayələr və İslami motivlər həkk olundu. Qapı ilin müəyyən vaxtlarında xüsusilə Məhərrəm və Şaban aylarında açılır. Bu zaman Kəbənin içi xüsusi gülab suyu ilə yuyulur və bu mərasimdə yalnız seçilmiş şəxslər iştirak edə bilir. Tarix boyu Kəbənin açarı da xüsusi əhəmiyyət daşıyıb. İslamdan əvvəl Qureyş qəbiləsində olan açar, İslamdan sonra Peyğəmbərimiz tərəfindən Bəni Şeybə nəslinə verildi və bu günə qədər də həmin ailənin nəzarətindədir. Bu müqəddəs qapı min illərdir ki, milyonlarla insanın ümid yeridir. Dua edənlərin, tövbə edənlərin, Allahdan mərhəmət diləyənlərin qapısıdır.